Qonşusuna kəllə vuran qadın cəzasız qalmayıb. Sabunçu rayonunda iki qonşu qadın arasında mübahisə məhkəmədə yekunlaşıb. Hadisə məhəllədə uşaqların futbol oynaması səbəbilə baş verib. Zərərçəkmiş şəxs Əliyeva izahatında bildirib ki, hadisə olan gün uşaqlar küçədə futbol oynayıblar. Bu zaman uşaqlardan birinin zərbə endirdiyi top onun sifəti istiqamətinə gəlib. Amma başını əydiyi üçün top başının üstündən keçib. O da az yaşlıya irad bildirib. Bu zaman futbol oynayan və uşaqları izləyən qonşusu Məmmədova ona deyib ki, sən nə deyirsən, uşaqdılar da. Bu zaman təqsirləndirilən qadının yanında 3 nəfər tanımadığı şəxs olsa da, başqa heç kim onunla mübahisə etməyib. Əksinə, gərginliyi azaltmağa çalışıblar. Əliyeva görüb ki, qonşusu mübahisəyə meyillidir. Buna görə də oradan uzaqlaşıb. Bacısı və qızı ilə birlikdə evinə gedib. Evə qayıtdıqdan 15 dəqiqə sonra o və bacısı həyətdə oturan zaman darvazanın şiddətlə döyüldüyünü eşidiblər. Bacısı darvaza qapısını açanda gələnin biraz əvvəl mübahisə edən qonşusu Məmmədov olduğunu görüb. Qadın həyətə daxil olmaq istəsə də, bacısı ona icazə verməyib. O isə bacısına onu içəri buraxmasını deyib. Daha sonra Əliyeva və Məmmədova arasında mübahisə yaranıb. Mübahisə zamanı Məmmədova kəllə ilə Əliyevanın sifət nahiyəsinə vurub və üzərinə hücum çəkib. Bacısı araya girib, onları sakitləşdirməyə çalışıb, aldığı zərbədən Əliyevanın burnundan qan gəlib və xəsarət alıb. Daha sonra Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng vuraraq qonşusu tərəfindən döyülməsi barədə məlumat verib. Sabunçu rayon məhkəməsinin qərarı ilə Məmmədova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qeyd edək ki, ad və soyadlar şərtidir.